Salam, bilirsiniz, həyatımızda elə bir güc var ki, biz onu çox vaxt bəlkə də heç fərq etmirik. Amma əslində demək olar ki, bütün möcüzələrin kökündə məhz o dayanır. Hə, bugün biz məhz bu qüvvədən danışacağıq. Sevgidən, amma tam fərqli bir sevgi anlayışından və onun inanılmaz gücündən. Gəlin görək bu nədir? Bax, bu sözlər əslində sadəcə bir nağıl deyil, yox, bu bizim bütün bugünkü söhbətimizin, belə deyək, açarıdır. Fikir verin, Fərhadın sevgisi o dağı necə yara bildiysə, həyatımızda da bu qüvvə, inanın ki, dağları yerindən oynada bilər. Yaxşı, bəs biz hansı sevgidən danışırıq axı? Gəlin aydınlıq gətirək. Gəlin elə başlıca aydınlaşdıraq ki, söhbət bildiyimiz romantik sevgidən getmir. Əsla. Burada söhbət bir insanın potensialına olan o dərin inamdan gedir. Ona göstərilən dəyərdən, hörmətdən. Yəni, bu sanki bir insanın inkişafına qoyulan bir sərmayə kimidir. Çox güclü bir şeydir. Yaxşı, gəlin bunun ilk nümunəsinə təhsil sahəsində baxaq. Niyə təhsil? Çünki axı hər şeyin təməli məhz orada qoyulur, elə deyilmi? Gəlin görək, bir müəllimin inamı şagirdin həyatını kökündən necə dəyişə bilər? Deməli, hər şey əslində çox sadə, amma çox güclü bir addımla başlayır. Bir müəllim şagirdinə o dəyəri, o inamı verəndə, bu, əslində onun gələcəyinə əkilən bir toxum kimidir və o toxum cüzərməyə başlayanda, bax, əsl möcüzə onda baş verir. Proses də əslində çox aydın və məntiqlidir. Gəlin addım-addım baxaq. Birinci addım nədir? Müəllim o sevgi və dəyəri verir. İkinci addım, bu dəyəri hiss edən şagird təbii ki, istəyir ki, bu inama layiq olsun. Bunun üçün də əlindən gələni edir. Və nəticə? Nəticə odur ki, həmin şagird həm daha məsuliyyətli olur, həm də sürətlə inkişaf etməyə başlayır. Bu cümlə əslində bütün bu prosesin demək olar ki, xülasəsidir. Yəni, sevgi, başa düşdüyümüz o inam, insanı sadəcə motivasiya etmir, ruhlandırmır, yox. O, eyni zamanda bir məsuliyyət hissi yaradır və insanı öz potensialının, belə deyək, zirvəsinə doğru aparır. Yaxşı, bəs bu qızıl qayda ancaq təhsildə keçərlidir? Əlbəttə ki, yox. Tamamilə eyni məntiq, eyni prinsip iş dünyasında, xüsusilə də liderlikdə əsl möcüzələr yaradır. Fikir verin, bir liderin öz komandasına olan inamı bu sadəcə bir his deyil, bu sanki bir ötürücü kimidir. Bütün komandanın atmosferini, enerjisini, motivasiyasını təyin edir. Yəni, liderin o müsbət enerjisi birbaşa olaraq bütün komandanın ruh yüksəkliyinə, onların ümumi əhval-ruhiyyəsinə çevrilir. Yaxşı, gəlin bir saniyəlik dayanıb düşünək. Təsəvvür edin bir işçi, liderinin ona həqiqətən də dəyər verdiyini, onun bacarıqlarına inandığını hiss edir. Sizcə nə baş verir? Bu sadəcə xoş bir hiss deyil, əsla. Bunun çox konkret, hətta ölçülə bilən nəticələri var. Əsas məsələ də budur. Dəyər gördüyünü hiss edən işçi artıq sadəcə ona verilən tapşırıqları mexaniki yerinə yetirmir. Yox, o artıq standart çərçivələrdən kənara çıxır, daha yaradıcı olur, işinə ürəyini boyur və nəticədə inanılmaz dərəcədə daha məhsuldar olur. Bax, bu da onu göstərir ki, fərdi səviyyədə başlayan bu proses bütün komandaya yayılır. Yəni, sevgi, o qarşılıqlı inam və dəyər üzərində qurulan bir komandada bu üç şey, birlik, motivasiya və uğur artıq bir-birindən ayrılmaz olur. Sanki bir zəncir kimidir. Biri o birini yaradır və sonda uğur qaçılmaz olur. Deməli, gəlin indi bu iki sahədə, təhsil və liderlikdə gördüklərimizi birləşdirək. Onda görürük ki, ortaya daha böyük bir mənzərə çıxır. Yəni bu, sadəcə bir-iki sahədə işləyən bir taktika deyil. Bu, demək olar ki, həyatın universal bir qanunudur. Və budur, bütün bu analizimizin, söhbətimizin zirvə nöqtəsi. Bu cümlə əslində hər şeyi özündə birləşdirir. Harada sevgi varsa, yəni harada bir insana, bir ideyaya, bir işə həqiqi dəyər və inam varsa, orada mütləq, amma mütləq inkişaf var. Və bu inkişaf o qədər güclü olur ki, bəli, kənardan baxanda bir möcüzəyə bənzəyir. Sonda isə, gəlin bu sualı birbaşa sizə verim. İndiki bu güclü qanunu, bu prinsipi bilirsiniz. Bir düşünün, öz həyatınızda, işinizdə, ailənizdə, ətrafınızda bu inam və dəyər enerjisini siz harada yarada bilərsiniz? Bu möcüzəni siz harada başlada bilərsiniz? Cavab əlbəttə ki, sizdədir.